Yəqin ki, haradasa cənab prezidentinə qabağına çıxacaq bu. Kimlərsə qabağına çıxacaq da bu video. Baxın, Ağdam rayonu Xıdırlı kəndi. Görün, biraz yağış yağan kimi sel evə aparır. Neredeyse evə dolur demək olar ki. Baxın, baxın bu nə cür... Buna bax, bax. Baxın. Bütün sular da evin altına gelir. Bunu tikən, bu layihəni tikən. Sənin də bunun qapağı belə olsa sana xoşuna gələr. Danışan dağlarına çullu doşan sığmır. Birincisi, şikayətimiz yəni yağmurluğun olmamağındandır. Deyəndə də adam üstünə coşurlar. Yox, hələ vaxtına var. Şərəfsiz nəyin vaxtına var? Nəyin vaxtına var? Sən də bu gün yağmurluğu qoymalısan. Utanın, ölün. Cəmaatın ahını necə götürürsünüz siz? Ağdamın Xıdırlı kəndində yağışın bir bağlıqlarında bütün evin söküntüsü başlayır. Divarında boyuna var. Başlayıb indi kusura qalmışlar. Babalarını sökülüb yerə düşür. Başka oldu bak birinci. Yok.